Salam, hər vaxtınız xeyir olsun. Bu videoda ikinci siniflər üçün ikinci yarımilə aid olan monitorinqdə düşən riyaziyyat suallarının izahlarını paylaşacağım. Birinci sualı deyir ki, 24 plus 14 cəmini 12 ilə toplasaq hansı ədəd alınır? 24 üstəgəl 14 bərabərdir. 4 ilə 4-ü toplayırıq 8, 2 ilə 1-i toplayırıq 3, 38 eləyir. 38-in üzərinə də 12 əlavə edirik. 8 ilə 2-ni toplayanda 10 eləyir. 0 yazırıq 1 yadda. 3 ilə 1-i toplayırıq 4, 1 də yadda 5. Deməli, cavab olur 50. D variantı. Növbəti ikinci sual. Hansı cəm cüt ədədə bərabərdir? Toplayaq hamısını. 3-ün üstünə 4 gəlirik 7, üstünə 1 gəlirik 8, 1-in üstünə 1 gəlirik 2, üstünə 1 gəlirik 3. Bunun cavabı 38 eləyir. Yəni elə 38 cüt ədəddir. Doğru cavab olur A variantı. Digərlərini də toplayaq yenə də. 0-ın üstünə 1 gəlirik 1, üstünə 4 gəlirik 5, 2-nin üstünə 3 gəlirik 5, üstünə 2 gəlirik 7. 75. Sonu tək ədədlərlə, yəni 1, 3, 5, 7, 9 ilə bitən ədədlər tək ədədlərdir. Ona görə bu tək ədəddir. Növbəti 6-nın üstünə 2 gəlirəm 8, üstünə 1 gəlirəm 9, 1-in üstünə 1 gəlirəm 2, üstünə 2 gəlirəm 4. Sonu 9 ilə bitdiyinə görə bu tək ədəddir. Növbəti 8-in üstünə 3 gəlirik 11, üstünə 2 gəlirik 13, 3 yazıram 1 yadda, 1-in üstünə 1 gəlirəm 2, üstünə 2 gəlirəm 4, 1 də yadda 5. 5 sonu 5 ilə bitdiyinə görə bu da tək ədəddir. Deməli, burada öyrəndik ki, sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlər tək ədədlərdir. Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər cüt ədədlər olur. Ona görə də doğru cavab A variantı. Üçüncü, ədəd oxunda hansı misal təsvir olunmuşdur? Gəlin bunun hansı ədəd olduğuna baxaq. 20 buradadırsa 21, 22, 23. Deməli, 23-ün üstünə gələcəyik. 23-dən neçə addım gedibdir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 addım irəli gedibdir. Deməli, 23 üstə gəl 13 olacaq bunun misalı. Doğru cavab B variantı. Burada əgər verilən ədəddən sağa doğru ox gedirsə toplanır, verilən ədəddən sola doğru ox getsəydi çıxmaya aid misal olasıydı. Burada yəni sağa doğru getdiyinə görə bu toplama əməlidir. Doğru cavab B variantı. Dördüncü, babanın 65, nəvənin 24 yaşı var. Baba nəvədən neçə yaş böyükdür? Bunu tapmaq üçün 65-dən çıxırıq 24-ü, 5-dən 4 çıxıram 1, 6-dan 2 çıxırıq 4. Və cavab olur 41, yəni baba nəvədən 41 yaş böyükdür. Doğru cavab C variantı. 5-ci, cəm hansı modeli göstərilmişdir? Əvvəlcə cəmi tapaq. 8-in üstünə 9 gəlirik, 17, 7 yazırıq 1 yadda. 4-ün üstünə 1 yadda da gəlirik, olur 5. Yəni cəm 57-yə bərabərdir. Görək hansı variantda 57 verilibdir. A bəndində ilk yerdə duran topların sayı 10-luq, ikinci yerdə duran topların sayı isə təklik hesab olunur. İlk yerdə 1, 2, 3, 4, 5 dənə top var. Yəni bu 50, 1, 2, 3, 4, 5, 6, 7. Yəni elə bu 57 rəqəmidir. Doğru cavab 57 ədədidir. Doğru cavab A variantı. Digərlərinə baxsaq 1, 2, 3, 4, yəni 40, 1, 2, 3, 4, 5. 45-dir bu. Bu isə 1, 2, 3, 4 və 1, 2, 3, 4, 5, 6. Bu isə 46 ədədidir. Burada da 1, 2, 3, 4, 5, digərdə 5 dənə 55 ədədidir. Ona görə də bizdən tələb olunan 57 A variantı olur. Növbəti sual deyir, hansı toplama əməlində yeni onluq yaranır? Gəlin baxaq. İlk toplama əməlində 6-nın üstünə 2 gələndə 8 elədi. Yəni burada heç bir yeni onluq yaranmadı. 5-in üstünə 1 gəlir 68. Burada yeni onluq deyil. Yeni onluq odur ki, yəni təkliyin üstünə təklik gələndə 10-dan yuxarı olsun da. Yəni 9-dan yuxarı 10, 11 bu şəkildə olsun ki, biz sonuncunu yazaq və yadda hansısa bir rəqəm saxlayaq. C bəndində 2-nin üstünə 4 gəlirik 6, 1-in üstünə 3 gəlirik 4 və 46 da burada da heç bir onluq yaranmadı.
Amma B variantına baxsaq, 7-nin üstünə 4 gələndə 11 eləyir və mən 1 yazıram, 1-i yadda saxlayıram. Görürsünüz, yeni onluq yaranır. 1-i yadda saxlayıram. 8-in üstünə 1 gəlirəm, 9, 1 də yadda 10 olur, 101. Ona görə də yeni onluq B variantında yaranır. D-də də həmçinin yaranmır. 5-in üstünə 1 gələndə elə 6 eləyir və heç bir yadda rəqəm saxlamırıq. Doğru cavab B variantı. Hansı fiqurun bucağı yoxdur? Təbii ki, dairənin bucağı yoxdur. A variantıdır. Burada deməli kvadratdır, 4 dənə bucağı var. Burada 5 bucaqlıdır, 5 dənə bucağı var. Burada rombdur və 4 dənə bucağı var. Doğru cavab A variantıdır ki, dairənin heç bir bucağı olmur. Şəkildə neçə parça var? Parça başlanğıcı və sonu olan düz xətt parçası. Yəni başlanğıcı və sonu olur. Fikir verin, burada başlanğıcı var, bir də sonu var. Bu parçadır və burada da başlanğıcı və sonu var. Bu parçadır. Biz parçanı heç bir tərəfə uzada bilmərik. Amma burada bu düz xəttdir. Bu düz xətti istədiyimiz qədər sağa və sola uzada bilərik. Görürsünüz, nə başlanğıc qoyulmayıb, burada nə də son qoyulmayıb. Bu düz xəttdir. Bu isə əyri xətt hesab olunur. Bu da parça sayılmır. Deməli 2 dənə parça var. Doğru cavab B variantı. 9. Hansı fiqurun 6 üzü var? A bəndində kubdur. Kubun 6 üzü var. Bax 1, 2, 3, 4 altdadır, 5 arxadadır, 6 isə bu yan tərəfdədir və 6 üzü var. Dairənin burada heç bir üzü yoxdur. Bu deməli konusdur. Konusun bir dənə burada üzü var. O da oturacağıdır. Bu isə piramidadır. Piramida baxır neçə bucaqlı piramidadır. Burada 4 bucaqlı piramidadır. 4 bucaqlı piramidanın bir dənə oturacağı, 4 dənə də yan üzü olur. Yəni 5 dənə üzü var hal-hazırda bunun. A bəndidir ki, kubun 6 dənə üzü var. 10-cu, tanqramda hansı fiqur yoxdur? Gəlin baxaq, kvadrat. Bax, birinci A bəndə kvadrat. Görürsünüz, bu sarı olan kvadratdır. Bu var. Burada parallegram verilibdir. Parallegram burada harada var, baxaq. Bax, bu elə paralleqramdır. Bu göy rəngdə olan 3 bucaq. Bax, burada da 1 3 bucaq var, 2 3 bucaq var, 3 3 bucaq var, 4 3 bucaq var, 5, yəni 3 bucaqdan, kvadratdan və paralleqramdan təşkil olunubdur bu tanqram. Burada romb yoxdur. Doğru cavab D variantı. 11. Mağazada olan 36 kiloqram şəkər tozunun hər gün 6 kiloqramı satıldı. Hər gün 6 kiloqram. Neçə gün sonra şəkər tozunun hamısı satılmış olar? 36 kiloqram cəmi şəkər tozu varsa və hər gün 6 kiloqram satırsa, 36-nı 6-ya bölürük və tapırıq ki, deməli 6 günə bu şəkər tozu bitmiş olacaq. Doğru cavab B variantı. Növbəti səhifəyə baxaq. 12. Şəkildə hansı fiqur verilib? Bu, deməli 4 dənə bucağı olduğuna görə bu 4 bucaqlıdır. 3 bucağın 3 bucağı olur, 5 bucaqlının 5 bucağı olur, 8 bucaqlının 8 bucağı olur. Bizə verilən fiqurun 4 dənə bucağı olduğuna görə bu 4 bucaqlı hesab olunur. 13. Sual işarəsinin yerinə uyğun gələn ədəd hansıdır? 3-ü 2-yə vururuq 6, 6-nı 2-yə vururuq 12, 12-ni 3-ə bölürük 4-ə bərabər olur. Deməli, doğru cavab B variantı. 14-də 68 ilə 75 arasında neçə tək ədəd var? 68 ilə 75 arasındakı gəlin tək ədədləri yazaq. Tək ədəd dedik ki, sonu 1, 3, 5, 7 və 9 ilə bitən ədədlərdir. Yəni 69, 71 və 73-dür ki, 68 ilə 75 arasında yerləşir. 3 dənə tək ədəd var. Doğru cavab A variantı. 15. Boş xanalara yazılacaq ədədlərdən biri səhvdir. Azalan, çıxılan fərq. Deməli, burada duran azalandır, burada duran çıxılandır və burada olan fərq olmalıdır. 25-dən 4 çıxırıq, 21 burada olmalıdır. Sonra 65-dən hansı ədədi çıxanda 60 qalır. Yəni, burada çıxılan tapılmalıdır. Çıxılanın tapılma qaydası odur ki, azalandan fərqi çıxmalıyıq. Yəni, 65-dən 60-ı çıxaraq biz çıxılanı tapa bilərik. Çıxılan olur 5. Burada azalanı tapmaq lazımdır. Azalanın tapılma qaydası odur ki, fərqin üstünə çıxılan əlavə olunur. 31-in üstünə 8 gəlirik və 39 olur bizdə azalan. Deyir, ədədlərdə boş xanaya yazılacaq ədədlərdən biri səhvdir. 21-i yazdıq burada, 5-i də yazdıq, 39 da yazdıq. Deməli, 29 səhvdir ki, bura yazıla bilməz. Belə, 2-ci sinif monitorinq imtahanında düşən riyaziyyat suallarının izahlarını paylaşdım. Bu videomuzda bu qədər. Sağ olun.